Sənət mənim üçün insanın iç dünyasının, duyğularının, düşüncələrinin ən gözəl ifadəsidir. Rəssamlıq isə bir növ ruhumun danışma formasıdır. Fırçam və rənglərimlə sözlərə ehtiyac duymadan hiss etdiklərimi dünyaya çatdırıram. Bu sənət vasitəsilə daxili dünyamı kətana köçürürəm. Həyatın hər anı mənim üçün rəsm mövzusudur. İlham hər yerdədir. Bəzən bir baxışda, bir musiqidə, bir təbiət mənzərəsində, bəzən sadəcə bir insanın gözlərində gördüyüm bir duyğu məni tablo yaratmağa məcbur edir. Mənə motivasiya verir. Əsasən qarışıq tərzlərdə rəsmlər işləyirəm. Məncə rəsmdə əsas olan hisslərin sərhədsizliyidir, tərzdən asılı deyil. Hər tərzin təbii ki öz cazibəsi var, amma məncə bir əsərin ruhu varsa, hansı tərzdə olmasından asılı olmayaraq təsirli olur. Ən vacibi isə tamaşaçıya bu hissi ötürməkdir. Portretin isə üzərində işləmə müddəti çox dəyişkən olur. Bəzən bir neçə gün, bəzən isə bir həftə çəkə bilir. Buna əsasən əhval-ruhiyyəm, ilhamım buna çox ciddi təsir edir. Bəzən isə bir detalı tapmaq üçün saatlarla düşünürəm. Elə anlar olub ki, rəsm çəkərkən alınmayıb, xüsusi səbəbi isə insanların daxili aləmini kətana köçürmək çox çətin olur. Zahiri oxşarlıq nisbətən asandır, amma daxili aləmdəki incəlikləri, duyğuları tutmaq üçün insanların enerjisini, ruhunu hiss etməlisən. Bəzən bu bağ qurulmaya bilər, o zaman iş daha da çətinləşir.
Əsasən rəsmlərimdə mavi və torpaq tonları ilə işləməyi daha çox sevirəm. Çünki mavi mənə, əsərlərimə sakitlik və dərinlik verir. Torpaq tonları isə əsərlərə təbii istilik qatır. Adətən rəsm prosesində əsər özü sənə yol göstərir. Bəzən başladığın fikri tam fərqli bir sonluqla nəticələnir və bu isə işin ən gözəl tərəfidir. Məncə portretin ən vacib hissəsi gözlərdən başlayır. İnsanın sadəcə görünüşü ilə deyil, onun gözlərində, duruşunda gizlənən duyğuları da tutmağa çalışıram. Bunu bacarmaq üçün həmin insanla vaxt keçirmək, onunla söhbət etmək və onu ruhən anlamaq vacibdir. Çox vaxt isə bu mümkün olmur. Yeni bir əsər yaratmaq üçün müəyyən bir vaxt rejimim yoxdur. İlham nə vaxt gəlsə, fırçamı əlimə alıb işləyirəm. Bəzən gecənin sakitliyində, bəzən səhərin erkən işığında yaradıram.
Əsasən təbiətdə işləməyi çox sevirəm. Yaşılın müxtəlif tonları, çiçəklər, səma mənə yeni əsər yaratmaq üçün böyük bir ilham verir. İndi işlədiyim rəsmdə də peyzaj janrına üstünlük vermişəm. Burada yaşılın müxtəlif çalarları, tonları, çiçəklər, səma və buludları tabloda təsvir eləmişəm. Düşünürəm ki, həyat özü bir palitradır. Rəssam olaraq heç bir rəngi bir-birindən ayrı etmirəm, amma ən çox əsərlərimdə işlədiyim rənglərdən biri də yaşılın müxtəlif çalarlarıdır. Mən dünyanı tək bir rəngdə görmürəm. Hər duyğuya uyğun rəng dəyişir. Sevinci sarıda, hüznü mavidə, ümidləri isə yaşıl çalarlarda görürəm. Bu əsər yaradanda təbiəti çox sevdiyim üçün burada təbiətə, yaşılın tonlarına daha çox üstünlük vermişəm. Əsas uşaq simvalı mələk simvoluna üstünlük vermişəm. Burada tamaşaçıya çatdırmaq istədiyim odur ki, uşaqlar bizim bir mələyimizdir. Dünyada olan mələkləri ifadə etmək istəmişəm bu rəsmlə. Uşağın əllərini dua formasında birləşdirdiyini görə bilərsiniz. Bu uşaqların necə saf və mehriban olduğunu ifadə etmişəm bu rəsmlə. Əsasən rəsmdə qarışıq texnikadan istifadə etmişəm. Burada həm akril boyadan, həm yağlı boyadan hər ikisindən istifadə eləmişəm. Müxtəlif qarışıq texnikalarla yaratmışam bu əsəri. Ona görə məncə daha dərin məna ifadə edir. Bu əsər hardasa bir həftə vaxtımı alıb. Əsasən rəsmə başlayanda hər hansı bir çertyor üzərindən işləmirəm. Özümdə olan hisslər, duyğuları o kətana köçürmüşəm. Bir rəsmə başlayıram və başladıkca rəsm özü mənə yol göstərir. İndiyə qədər bir neçə fərdi və kollektiv sərgidə iştirak etmişəm. Ən çox sevdiyim an isə əsərimin qarşısında dayanan insanların gözlərində hiss etdiyim duyğular olur. Çünki bu zaman sənətin gücünü real olaraq görürsən. Bu sərgilər həm sənətimi geniş auditoriyaya çatdırmaq, həm də yeni ilhamlar qazanmaq üçün çox əla bir fürsət olur.
Mənim əsas arzum odur ki, mən həm Azərbaycanda, həm ölkə hüdudlarında Azərbaycanı çox yaxşı şəkildə təmsil eləyim. Əsərlərimi dünya sərhədlərində tanıdım, daha çox insanlara, tamaşaçıya ötürüm hisslərimi və yaddaşlarda qalım.